Konkret söhbət aparıram. Əbülfəz Elçibəy də 75-ci ildə, 76-cı ildə həbs olunmuşdu. Mən bilən kimin ki, Əbülfəz Elçibəy həbs olunubdu, məhkum olunubdu, mən göstəriş verdim və onu azad etdirdim. Mən azad etdirmişəm onu türmədən. Mənim göstərişimlə azad olunubdur. Çünki Əbülfəz Elçibəyə bu günləri kim nə cürə münasibət göstərirsə, onun əhəmiyyətli deyil. O vaxt onun həbs olunması üçün heç bir əsas yoxdur. Sadəcə onun bəzi, indi də elə çox elə məsuliyyətsiz danışır bəzi. Bir neçə dənə belə məsuliyyətsiz danışıqlar olmuşdu. Onun universitetdə, bilmem, akademiyada öz dostları zadı gətirib danos vermişdilər KGB-yə, yazmışlar, vermişlər ki, bu belə propaganda aparır falan edir. Ona görə də bunu həbs eləmişlər. Mən bunu bilən kimi sərəncam verdim və onu, yəni mən həbsdən azad olmağa sərəncam vermirəm. Şübhəsiz bunu düzgün başa düşün. Ancaq mən Respublikanın başçısıydım. Mən belə bir qərarın qəbul olunmasını təmin edə bildim və təmin etdim.